Qubada yerləşən Milli Golf klubunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan milli golf turniri keçirilib. Tədbirdə 50 nəfər iştirak edib, 44 kişi və 6 qadın oyunçu Avstraliya, Böyük Britaniya, Türkiyə, Gürcüstan və Azərbaycanı təmsil ediblər. Azərbaycanın möhtəşəm yarışda Emin Hüseynov təmsil edib. Tədbir Qafqazda analoqu olmayan 18 dəlikli Mixed Stroke Play formatlı səhnədə keçirilib. Yarış Azərbaycan Golf Federasiyasının prezidenti Anar Məmmədovun çıxışından sonra start götürüb. Anar Məmmədov çıxışında qonaqları və iştirakçıları salamlayaraq ölkəmizdə bu idman növünün inkişafının vacibliyindən danışıb. Eyni zamanda golfla məşğul olmaq üçün uşaqları və gənclərin cəlb edilməsinin lazım olduğunu vurğulayıb. Xüsusilə vurğulamaq istəyirdim ki, 2012-ci ildə yaradılmış federasiya Azərbaycan golf aləmində çox böyük töhfələrini vermişdir. Son 2 ildə Bakıda Golf Federasiyasının inzibati binası inşa olunmuşdur. Bakı Golf Akademiyası orada bu dəqiqə hal-hazırda çalışır. Quba Milli Golf Klubu, hansı ki hamımız burada yığışmışıq bu dəqiqə, gözəl Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnamentə. Gərgin idman mübarizəsi şəraitində keçən golf üzrə 1-ci milli turnirin qalibi Türkiyəni təmsil edən Mahmud Koylu olub. 2-ci və 3-cü yerləri Cənubi Koreyanı təmsil edən Yong Wan Kim və İngiltərəli Richard Charles tutublar. Tədbirin bağlanış mərasimində qalibləri Golf Federasiyasının prezidenti Anar Məmmədov təbrik edib. Bundan sonra qalibə turnirin kuboku təqdim edilib. Belə möhtəşəm tədbirin təşkilinə görə öz minnətdarlığını bildirən Mahmud Koylu Azərbaycanda golfun inkişafının vacibliyini vurğulayıb. Tədbir caz konsert proqramı və xeyriyyə həracı ilə davam edib. Gərgin turnir günü musiqi sədaları altında başa çatıb.